Salam uşaqlar, ümidvaram yaxşısınız və ümidvaram ki, sualları da istədiyiniz kimi yazmısınız. Bu arada siz qeyd eləyərsiniz, sualları necə yazdınız, ümumən çətin idimi, asan idimi və neçə düz olduğunu da qeyd edərsiniz və sualları bu arada mən də sizinlə bərabər birgə işləyəcəm. İlk dəfə sualları mən görürəm və suallar haqqında da müzakirə eləyəcəyik. Hansı sualları, oxşar sualları biz əvvəlcədən işləmişdik kanalda. Keçək 61-ci sual deyir 3x böyükdür 9 olarsa bərabərsinin ən böyük tam əlini tapın. Təbii ki də sadədir. 3x böyükdür 9-dan hər tərəf mənfi 3-ə bölsəm mənfiyə böldüyüm üçün işarə dəyişəcək. Əksinə olacaq kiçikdir. 9 da mənfi 3-ə bölündə düşəcək mənfi 3. X mənfi 3-dən kiçik. Mənfi 3-dən kiçik ədədlər mənfi 4-dür, mənfi 5-dir, mənfi 6-dır və s. gedir mənfi sonsuzluğa doğru. Buradan da ən böyüyünü bizdən soruşur. Ən böyük təbii ki də olacaq ən sağdakı ədəd, yəni mənfi 4. Doğru cavab olacaq 61-də B variantı. Keçirik 62-ci suala. Deyir Z kompleks ədədi üçün olarsa bu kompleks ədədin qoşmasını tapın. Baxın uşaqlar, bu sualı imenli ya sınavda demişdim. Yadaş buraxılış tipli sualların içərisində imenli bu sual var idi. Baxın, gəlin izahına baxaq. Olacaq 5, mənfi 2 olduğu üçün xəyalisi olacaq mənfi 2 i. Mən dedim ki, əgər qoşmasını tapırıqsa qoşmasını, biz xəyali hissənin yanındakı ədədin əksini götürməliyik. Yəni olacaq Z bərabər 5, üstə gəlsin 2 i şəklində. Yəni doğru cavab olacaq Y variantı. Kim sınağa baxmışdısa və ya buraxılış tipli sualların izahına baxmışsa kanalda mütləq ki onu doğru yazmalıdır. Artıq doğru yazmırsa o həmin uşağın problemidir. Deyir, A-nın hansı ən kiçik qiymətində ədəd 9-a qalxısız bölmüş. Baxın, bax bu sualda demişdim. Orada 45-ə bölməkdir. Həm orada 5-ə bölünməni dedim, həm 9-a bölünmə əlamətini dedim. İndi burada biraz fərqlisini veriblər də. Əsas odur, yəni o bölməni biz təkrar etmişdik. 9-a bölməni soruşursa, deməli mən buradakı rəqəmləri cəmləməliyəm. Olacaq 2 üstə gəlsin 5, üstə gəlsin 0, elə bu 7 eləyir. 7 üstə gəlsin A, üstə gəlsin B-yə. 7-dən böyük, ən kiçik 9-a bölünən ədəd elə 9-un özüdür. Deməli bu cəmi mən nəyə bərabər götürməliyəm? 9-a. Çünki bizdən ən kiçiyini soruşaq. Onda mən burada da A-nı ən kiçik götürmək istəyirəmsə, B-ni ən böyük götürməliyəm. Burada zaten B-ni yerinə 2 yaza bilərəm, ən böyük. A-nın da yerinə 7 ilə 2-ci cəmi 9 eləyir. A-nın da yerinə ancaq 0 yaza bilərəm. Yəni ən kiçik 63-də C variantı olacaq. A-nın yerinə 0 yazmaq olar. Keçirəm 64-cü suala. Deyir, tənliyini həll eləyin. Burada təbii ki 5-də 1-i 5 üstü mənfi 1 kimi yaza bilərəm. Olacaq 5x üstə gəlsin 1 bərabər 5 üstü mənfi 1 elə 5-də 1 deməkdir. Bir də 10 üstü x minus 2-yə. Burada da olacaq 5 üstü x plus 1 bərabərdir. Qüvvətin qüvvəti bir-birinə vuracaq. Mənfi 1-i x minus 2-yə vuranda olacaq 2 çıxılsın x şəklində və əmsallar eyni olduğu üçün qüvvətləri bir-birinə bərabər götürürəm. Olacaq x plus 1 bərabər 2 çıxılsın x-a. Buradan x-i digər tərəfə keçirsəm olacaq 2x bərabərdir. 2-dən də 1 çıxsam qalacaq 1. X də bərabərdir. 2-də 1 şəkildə. Yəni doğru cavab olacaq 64-də B variantı. Keçirəm 65-ci suala. 65-ci sualda deyir ki, K və L nöqtələri ABC üstbucağının orta nöqtələrdir. Aha, şişiqlənmiş hissənin sahəsi ABC üstbucağının sahəsinin hansı hissəsini təşkil edir? Biz bilirik ki, orta nöqtədirsə, onda AK nədir? Median da, yəni qarşı tərəfləri yarıya bölüb. Əgər median, biz bilirdik ki, sahələr neyinir? Yarıya bölür. Onda ABC üstbucağının sahəsinə bir 2S desəm, 2S deyək, çünki yarıya bölürək. Burada onda S olacaq. Yəni burada artıq AK belə qoy başqa rənglə işarəliyim ki, daha yaxşı. AK burada 2 üçbucağa ayırır. Baxın, 1 AKC, bir də AKB üçbucağı. Onda 2S isə ümumi sahə, onda SS 2 sahəyə bölünəcək və yekunda aşağıda gördüyünüz AKC üçbucağını bir dənə də burada median var da, orta nöqtəsi də K-dan median çəkilib. KL median AC tərəfinə. Bu balaca üçbucaqda yenidən sahələr 2-yə bölünüb. Bu balacanın sahəsi AKC S idisə 2-yə bölsəm, onda bura olacaq 0,5S. Bu rəngli hissədə olacaq 0,5S. Ümumi üçbucağın sahəsini biz 2S götürmüşdük. Onda buradan yazıram. Balacanın sahəsi oldu 0,5S, yazıram 0,5S. Bölünsün ümumi ABC üçbucağının sahəsinə deyir də nisbət. Onu da 2S götürmüşdük. Bu da bərabər olacaq 0,5, 2-də 1 deməkdir. Buradan da böləndə tərsinə vurmalıyıq. Olacaq 2-də 1 vurulsun. 2-nin də tərsi olacaq 2-də 1. S-lər də ixtisar gedəcək. Bu da eləyəcək nə? 4-də 1. Yəni doğru cavab olacaq D variantı. Keçək 66-cı sualın həllinə. Deməli, belə bir trigonometrik tənlikdir. Sinus 1-i neçədə alır? Olacaq 2x minus 3 bərabərdir. Pi böl, yəni 90 dərəcədə alır da. Pi böl 2 plus 2 pi k-ya. Buradan da 3-ü digər tərəfə keçsəm, onda olacaq x bərabərdir. 2-də pi üstə gəlsin 2 pi k. Mənfi 3-dür. Digər tərəfə keçəndə müsbət 3 olacaq. Yəni üstə gəlsin 3. Hər tərəfdə 2-yə bölsəm x-i tapsam olacaq
2-də pi-ni bölsək 2-yə olacaq 4-də pi üstə gəlsin 2 pi k-nı 2-yə bölsəm 2-lər ixtisar edəcək, qalacaq pi k-ya. 3-ü də 2-yə bölsəm olacaq elə 2-də 3 və yaxud da 1,5. Deməli cavabım yekun olaraq pi bölü 4 plus pi k plus 2-də 3 eləcə 2-də 3-ə olacaq D variantı doğru cavab. Keçək 67-ci suala. Deyir 2x plus y 5 sm olarsa altıbucaqlının perimetrini tapın. Deməli burada perimetr ümumiyyətlə tapsaq p bərabər bütün tərəflərin cəmi olacaq x üstə gəlsin y üstə gəlsin yenidən x-a üstə gəlsin bu x üstə gəlsin yenidən y bir də üstə gəlsin sonuncu x-a. Bu da bərabər olacaq 4 dənə x-im var. Olacaq 4x plus 2y. Buradan da 2-ni mötərizə xaricdən çıxarsam qalacaq 2x plus y. Buradan da biz bilirik də 2x plus y nə verilib? 5 verilib. Onda olacaq 2 vurulsun 5 bərabər 10. Yəni doğru cavab olacaq 67-də də D variantı. Keçək 68-ci suala. Deyir m-in hasilini tapın. Yəni bildiyimiz kimi çarpaz vuracağıq. Onda olacaq n vurulsun n bərabərdir. Onu da 8-ə vuranda eləyəcək nə? 80. Yəni doğru cavab olacaq 68-də də C variantı. Keçək 69-cu suala. Deyir ki, ABCD kvadratın təpələrindən çəkilmiş paralel düz xətlər onun müstəvisinə paralel olan müstəvinin uyğun olaraq nöqtələrində kəsir, qiymətlər verilib. Yəni burada biz çəksək, burada əslində prizmadan söhbət gedir də. Oturacaq kvadrat olan prizma. Onda biz bunu də kopyalayaq. Baxaq göyə alındıra biləcəyik. Aha. Bu olsun bizim prizmamız. Bu xətləri də birləşdirək. Sürətli şəkildə. Yəni o şəkil görün ki, siz təsəvvür edə biləsiniz də. Burada da qırıq-qırıq xətlər olacaq. Aha, deməli bura olsun A, B, C, D-yə. Bizə AB tərəf verib də. Onda qoy AB-ni buradan çəkeyim. A, B, C, D belə işarəliyik. Burada olsun A1, sonra B1, sonra C1, bir də D1 olsun. Bizə deyir AB neçədir? 4. Biraz da belə eləyim, yaxşı görsən. Bura 4. Bura 4. İndi burada deyir ki, paralel çəkdik yuxarıya və bu müstəviyə həqiqətən paralel oldu da bu müstəvi. Yəni 2 dənə kvadrat oldu. Burada prizma alınır. Buradan AB 4-dürsə, deyir A1, C1 parçasının uzunluğunu tapın. Yəni burada kvadrat olduğu üçün və bir-birinə paralel olduğu üçün onda A1, B1 də nə olacaq? Qiyməti 4 olacaq. Və kvadrat olduğu üçün bütün tərəflər bərabərdir. Bütün tərəflər bərabərdirsə kvadratdır. Buradan bir dənə diaqonal çəksəm A1, C1-i. Onda olacaq kvadratda biz həmişə vurğulamışdıq da. Bura məsəl üçün 4, 4-dürsə onun diaqonalı nə olur? 4 kök altda 2. Ümumiyyətlə bizim qaydamız nə idi? A, A-dırsa kvadratın tərəfi. Yəni tərəf adısı. Onda diaqonal olur A kök altda 2. Yəni tərəfin kök altda 2 misli. İndi burada da 4-dürsə tərəf, onda diaqonal olacaq nə? 4 kök altda 2. Yəni doğru cavab burada da olacaq B variantı. Keçək növbəti 70-ci sualımıza. Bəli. Deyir elementlərin sayı bərabər olan A və B çoxluqlar üçün kəsişməsi 6-dır. Qiymətlər verilib NB-ni soruşur. Onda buranı təmizləyək, bizə mane olmasın. Deməli burada ən yaxşısı gəlin 2 dənə Euler-Venn diaqramı çəkək. Və bunların deyir kəsişməsi neçədir? 6-dır. Ortaya yazıram 6. Bu A olsun, bu da B olsun. Və bunların deyir eyni sayda, bərabər sayda, yəni elementləri varsa, onda A fərq B ilə B fərq A eyni olmalıdır ki, bunların element sayları nə olsun? Bərabər olsun. Yəni bura bir x olsa, onda A elementi olacaq x plus 6. Bərabər olduğu üçün bu da B də olacaq x plus 6. İndi bura 6-dırsa, onda burada olacaq nə? X. Yəni A fərq B ilə B fərq A eyni olmalıdır. Yəni x olmalıdır. Onda bunların birləşməsi nə olacaq? Baxın burada verilib. Belə birbaşa yazıram. 5 vurulsun, 5 vurulsun. B fərq A. B fərq A hansı hissədir? Bu hissə. Yəni x. Olacaq x. Bərabər olacaq 2 vurulsun bunların birləşməsi. Bunlar birləşirsə mən dedim ki, hər 3 yeri, yəni bu sahəni də, bu sahəni də, bu sahəni də neyinirik? Toplayırıq. Onda olacaq x üstə gəlsin, 6 üstə gəlsin, yenidən x-a. Yəni hər üçünü də topladıq. Yəni birləşməsi elə olacaq. İndi buradan da x-i tapsaq olacaq 5x bərabərdir. Burada elə birbaşa yazımda 2x plus 6-dır da 2x plus 6-dır. Buradan olacaq 4x plus 12-yə. Buradan da 4x-i digər tərəfə keçsəm olacaq 5x çıxılsın 4x. Çıxanda da qalacaq x bərabər 12. Deməli x oldu neçə? 12. Onda bura yazıram 12. Burada yazıram 12. Məndən də nəyi soruşur? NB-ni tapın. NB hansıdır? NB bax bu dairənin içindəki elementlərin sayıdır. Biri 12, biri də 6. Olacaq 12 üstə gəlsin 6 bərabərdir 18. Yəni doğru cavab olacaq Y variantı. Keçək növbəti 71-ci suala. D tərəfləri ABC olan üçbucağın A və B tərəflərinin qarşısındakı yerləşən bucaqlar uyğun olaraq
62 və 60 bu uzun tərəflər arasında hansı münasibət doğrudur? Onda biz buradan bir dənə üçbucaq çəksək. Tutaq ki, bura A-dır, bura B-dir, bura aşağıda C-dir. Bizdən deyir ki, uyğun olaraq A-nın qarşısındakı tərəf onda olacaq 62, bura olacaq 62. B-nin də qarşısındakı 68 olarsa, C-yə də qalır. Toplasaq 180-dən çıxsaq 50 dərəcə qalacaq. Olacaq C bucağı da 50 dərəcə. Biz bilirik ki, böyük bucaq qarşısında böyük tərəf durur. Yəni indi burada böyük bucaq hansıdır? 68 dərəcəli bucaq. Onun da qarşısında hansı tərəf durur? B tərəf. Deməli B ən böyük olacaq. Sonra hansı bucaq böyükdür? 62 dərəcəli bucaq. Yəni A-nın qarşısında olan bucaq. Onda digər böyük ədədim, böyük tərəfim olacaq A. Ən kiçik də 50 dərəcəli bucaqdır. Onda da ən kiçik tərəf duracaq qarşısında. O da olacaq C-yə. B, A, C hansı variantdadır? D variantı. Böyük tərəf qarşısında böyük bucaq durur, kiçik tərəf qarşısında kiçik bucaq durur. Onu bilirsinizsə sualı yazmış olarsınız. Sonra buranı təmizləyək, keçək 72-ci sual. Deyir ifadəsini sadələşdirin. Təbii ki, burada olacaq A çıxılsın 3, bir də A üstə gəlinsin 3 şəklində. Tabi bu müxtəsər vurma düsturunun ən məşhur sualıdır da. Düsturudur daha doğrusu. A, buradan da 3'ü çıxarsaq olacaq A plus 3. Buradan A plus 3'lər gedəcək. Qalacaq A minus 3 bölünsün 3. A çıxılsın 3 bölünsün 3. 72 də olacaq. A variantı. Keçək 73-cü suala. İfadəsinin qiymətini tapın. Deməli biz burada uşaqlar, yəni bunu biz artıq işləmişik. Yəqin ki bunu siz yazarsınız. Biz bilirik də bu nəyin açılışıdır. Bunun sinusunun müsbətini də demişdim, mənfisini də hətta demişdim. Bu sinus alfa çıxılsın bettanın açılışıdır da. Sinus alfa minus bettanın açılışı nə idi? Sinus alfa kosinus beta, biraz sərgəs yazacağım, sürətlə yazıram deyə. Çıxmada elə çıxması olur da, olacaq kosinus alfa vurulsun sinus betaya. Onda bu çıxmaçı olacaq sinus, birbaşa yazıram, sinus bərabərdir 41 çıxılsın 11-ə. Bu da bərabər deyiləcək 41-dən 11 çıxanda 30 dərəcə. Sinus 30 dərəcədə biz bilirik ki, nə alır? 2-də 1. Keçək növbəti sualımıza. Deyir, perimetrlər bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri perimetrlər bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2-dir. Tənliyin kökləri x1 və x2 olarsa A-nı tapın. Deməli biz bilirik ki, burada perimetrlərindən getməliyik təbii ki. Kvadratın perimetri nədir? Yəni 4A bərabər tərəfli üçbucaqda da 3A-ydı. Yəni birini 4-ə vururduq, birini də 3-ə vururduq. İndi bərabər tərəfli üçbucağın perimetri, tərəfi daha doğrusu x1-dirsə, onda onun perimetri P bərabər olacaq nəyə? 3 vurulsun x1-ə. Onda kvadratın da perimetri bərabər olacaq. x2-dirsə tərəfi olacaq 4 vurulsun nə? x2-yə. Onda deyir bunlar bir-birinə bərabərdir. Baxın öz deyir ki, bərabərdir. Onda yəni 3x1 bərabər olacaq nəyə? 4x2-yə. Və digər tərəfdən də deyir ki, tənliyin kökləri x1, x2 olarsa A-nı tap. İndi biz bilirik ki, bu Viet teoremindən köklər hasili sərbəst həddə, köklər cəmidə nəyə bərabərdir? Əks işarə ilə P, yəni -1-in əksi olacaq 21. Onda olacaq x1 plus x2 bərabərdir. -21-in əksi olacaq 21. Buradan da sistem tənlik kimi həll eləsək, aşağına elə gəlin 3-ə vuraq. Onda olacaq 3x1 bərabərdir 4x2-yə əvəzləmə olsun deyə. Buradan da olacaq aşağıda 3-ə vursaq 3x1 üstə gəlsin 3x2 bərabərdir 21 də 3-ə vursaq eləyəcək 63. Buradan 3x1 nəyə bərabər? 4x2-yə gətirib yerinə yazsaq əgər 4x2 onda olacaq 4x2 üstə gəlsin 3x2 bərabərdir 63-ə. Buradan da olacaq 7x2 bərabər 63. x2 də bərabər nəyə? 9-a. Deməli x kim oldu? Buradan yazıram x2 bərabərdir 9-a. x1-i tapsaq gətirib elə burada yerinə yazaq. Olacaq 4 vurulsun 9. 4 də 9 36. 36-nı da 3-ə bölsək x1 bərabər olacaq neçəyə? 12-yə. Elə buradan da yazıram x1 bərabərdir 12. Buranı təmizliyə artıq bura bizə lazım deyil. İndi bizdən nəyi soruşur tapın? A-nı bizdən soruşur da. Biz də bilirik ki, kökləri hasili nəyi verməlidir bizə? Sərbəst həddir. Sərbəst həddi nədir? 5A çıxılsın 7-yə. İndi kökləri hasili, yəni 9 ilə 12-nin hasili neçə eləyəcək? Eləyəcək birbaşa elə yazıram. 108 eləyir də, səhv eləmirəm. 90, 18, 108 bərabər 5A çıxılsın 7. 7-nin digər tərəfə adlatsam olacaq 5A bərabərdir. Toplasaq eləyəcək 100, bu nə idi? 115. A da bərabər hər tərəf 5-ə bölsək neçə düşür? 23. Bəli, A-nın qiyməti yekun olaraq oldu 23. Keçək 75-ci suala. Deyir, ifadəsinin qiymətini tapın. Deməli, biz loqaritmanın xassəsinə görə biz bu qarşıdakı 2-ni bu 2-nin qüvvəti şəklində yaza bilərik. Onda olacaq loqaritma 20 əsasdan 2 üstü 2. Üstə gəlsin bir də loqaritma 20 əsasdan 5-ə. Bunda olduğu kimi yazırıq mötərizədə. Yenə bu 2-ni keçirdirik onun üzərinə.
Bu tipli də bu arada kanalda işləmişdik suallar. Ümid edirəm düz yazmısınız. 10 üstü 2, yəni 10'un kvadratı çıxılsın. Loqaritma 20 əsasdan 5. Bu da bərabər olacaq yekunda. 2'nin kvadratı 4 eləyir də. Elə bunu birbaşa 4 yazıram uşaqlar. Onun da kvadratı 100 eləyir də. Bunu da birbaşa elə 100 yazıram. Buradan olacaq toplama olanda loqaritmləri toplayanda nə edirik? Onları vura bilərdik. Onda olacaq loqaritma 20 əsasdan 4 vurulsun 5. Bir də vurulsun ümumi. Bu mötərizənin içində hesablasaq çıxma olanda bölürdük. Yəni olacaq loqaritma 100 bölünsün 20 əsasdan. 100 bölünsün 5'e. Bu da bərabər olacaq, yazıram. 4 və 5 20 eləyir. Olacaq loqaritma 20 əsasdan 20 vurulsun. Loqaritma 20 əsasdan 100'ü 5'e bölündə nə düşür? 20. Loqaritma 20 əsasdan 20 1 eləyir. Vurulsun. Loqaritma 20 əsasdan 20 yenə 1 eləyir. 1 də 1'ə vuranda elə yekunda cavab olacaq. Doğru cavab 1. Bu oldu 75. Keçək 76-cı suala. Deyir, silindrin ox kəsin tərəfləri, AB, hani AB 12'dir. AD də 10'dur. Deyir, düzbucaqlıdır. Bu silindrin həcmini hesablayın. Təbii ki, biz bilirik ki, silindrin həcmi V bərabərdir. S oturacaq, vurulsun H, hündürlük. İndi bizdə hündürlük elə verilib 12'dir. Yəni H bərabərdir 12'yə. S oturacaq tapmalıyım. S oturacaq da nə idi? S bərabər pi r kvadratı, yəni dairənin sayısı. İndi oturacaq AD 10'dursa, onda radiusumuz nə olacaq? 5 olacaq. Onda yazıram V bərabərdir. Pi'miz də elə 3'də öz verib. Yəni 3 vurulsun r kvadrat. R'miz 5 idi. Olacaq 5'in kvadratı 25. Bir də vurulsun hündürlük. Yəni 12'yə. Bu da bərabərdir vursaq. Eləcə yekun cavab 900. Santimetrdə yoxdur. Elə 900 olacaq cavab. Keçək növbəti sual. Deyir, ifadəsinin qiymətini hesablayın. Buranı silək. Burada elə bildiyimiz kimi tətbiq eləsək qüvvətin xassəsini 5 üstü mənfi 2 bayaq demişdim də, mənfi olanda məxrəcə enir. Yəni olacaq 5'in kvadratında 1 vurulsun. Burada mötərizəni açsaq olacaq 5 üstü mənfi 4. Daha doğrusu tərsini yazaq da birbaşa. Olacaq 2'də 5 üstü, bunların hər birinin üzərində 4. Bir də vurulsun 2'də 1 də 2'dən 5 deməkdə. Mənfi 3 olduğu üçün tərsinə çevriləcək 2'də 5. Olacaq 5'də 2, bir də kubu olduğu üçün hər birinin kubunun üzərinə yazıram. Buradan da ixtisarlar aparsam, yaxud da belə yazaq da 5 üstü 3, 5 üstü 2. Bir-birinə vuranda eləyəcək 5 üstü 5. Bir də burada 2 üstü 4 var. 2 üstü 4. Yuxarıda da olacaq 5 üstü 4. Bir də vurulsun 2 üstü 3'ə. Bu da bərabər yekun olaraq nə eləyəcək? 5 üstü 5'lər ixtisar gedər. 5 üstü 4. Burada qalar bir dənə 5. 2 üstü 3 ixtisar getsə burada bir dənə qalacaq 2. Yəni sürətdə qaldı 1. Aşağıda da qaldı 2 vurulsun 5. İçində 5'ə vuranda 10 eləyir də. Bu da 10'da 1 və yaxud da 0,1 şəklində yaza bilərsiniz. Yəni doğru cavab 0,1 olacaq. Keçək 76-cı suala. Buranı təmizləyim, bizə mane olmasın. Deyir, düzbucaqlığın sahəsi verilib, uzunluğu verilib, deyir x-3 olarsa x-in ən kiçik tam qiymətini tapın. Onda biz nə edərik? Bu sahəsidirsə, biz bilirik ki, enli uzunluğuna vuranda sahə olur da, elə deyil. Onda deməli, mən hələ bunu vuruqlara ayrım görüm. Burada x kvadratı çıxılsın 7x, üstə gəlsin 12'dir. Vuranda 12 toplayanda müsbət 7, buranın əksi olmalıdır. Deməli, köklər nə olacaq? 3 ilə 4 olacaq da, həqiqətən bir-birinə vuranda 12 eləyir. Vuruqlara ayıram bu arada. Toplayanda da müsbət 7 eləyir. Onda bu vuruq şəklində yazsaq, onda olacaq x minus 3, vurulsun x minus 4 şəklində. Bərabərdir, bu s-dir. Bax, bunu silim, yazıram. S bərabərdir n vurulsun uzunluq. İndi uzunluğumuz nə qədər idi? N'imiz bilmirəm da. Bir olsun t vurulsun uzunluğumuz da x minus 3'dür. İndi hər tərəfdən x minus 3'ləri ixtisar aparsa, onda t nə olacaq? X minus 4. Yəni n'imiz n olacaq x minus 4. Uzunluğumuz nə qədər idi? X minus 3 idi. Onu da şərtdə verir. İndi burada da təbii ki, tərəf olduğu üçün, yəni düzbucağın tərəfləri də tərəf mənfi ola bilər. Mənfi 2 metr və yaxud da 3 metr deyirik. Təbii ki, xeyr. Yəni sıfırdan böyük olmalıdır hər iki ifadə. Sıfırdan böyük. Buradan sıfırdan böyük götürüb həll etsək, onda burada olacaq x böyükdür 4'dən. Burada olacaq x böyükdür 3'dən. Təbii ki, biz burada x böyük 3'dən burada 4 şərti ödür, amma burada ödəmir axı 4 şərtini. Yəni tərəf 0 ola bilməz axı. Deməli bu həlli götürməyəcəm, mən bu həlli götürəcəm. X 4'dən böyüksə 4'dən böyük ədədlər 5'dir, 6'dır, 7'dir və s. müsbət sonsuzluğa gedir. Deyir ən kiçik qiymətini tapın. Ən kiçik də olacaq nə? 5. Müsbət 5. Keçək 79-cu suala. Deməli deyir diaqonalı 6 sm, kubun tam səthin sahəsi isə tam səthin sahəsi ilə yan səthin sahələri cəmini tapın. Yaxşı, nə edərik? Biz bilirik ki, kubun diaqonalı D bərabərdir A kök altda 3'də düsturumuz. Bunu təbii ki olaraq siz orada çıxarda da bilərsiniz. Yəni burada AA, bir də A. Burada hər biri A kvadratı olurdu. Yəni D kvadratı bərabər olurdu
3a kvadratdan oradan da kök alanda d bərabər oldu a kök altda 3-ə. Yəni belə bir əlaqə düsturu var kubda. İndi biz buradan a-nı tapsaq, kubun diaqonalı 6-dır da. Onda olacaq a kök altında 3 bərabərdir 6-ya. Buradan da olacaq a bərabərdir 6 bölünsün kök altda 3-ə. Buradan da hər tərəf kök altda 3-ə vursaq, məxrəci də sürətlə kök altda 3-ə vursaq, kök altda 3-ü kök altda 3-ə vuranda elə 3 eləyəcək. 6-nı da 3-ə böləndə qalacaq nə? 2 kök altında 3 şəklində. Deməli biz tərəfimizi tapdıq nədir? 2 kök altda 3-dür. İndi bizdən soruşur tam səthin sayısı. S bərabərdir. Biz bilirik ki, kubun bir üzü, bütün üzləri bərabər kvadratlardır. Bir üzünün də, yəni kvadratın sayısı a kvadratdır. Tam səthi 6 dənə səthi olduğu üçün olacaq 6a kvadratı şəklində. Buradan da olacaq 6 vurulsun. A-mız nə idi? 2 kök altda 3-ün kvadratı. Bu da bərabər olacaq yekunda 6 vurulsun. 2-in kvadrat 4, 3-ün kvadratda 3 eləyəcək. 4 də 3, 12. Bir-birinə də vuranda eləyəcək neçə? 72. Sonra keçək S yan səthi. Bu tam idi. Bu arada yazaq. S yan səthi. Biz bilirik ki, kubun yan səthində neçə üzü var? 4 dənə. Və hər biri kvadrat olduğu üçün kvadratın da sayısı a kvadrat olacaq. 4a kvadrat. Buradan olacaq 4 vurulsun. A kvadratı ilə bayaq tapdıqda 12 idi. Elə 4 vurulsun 12. Tabi bir də köçürmürəm. 4 dəfə 12 eləyəcək neçə? 48. Buradan da biz yekun olaraq toplamalıyıq da. Deyir ki, onların cəmini tapın. Buradan da olacaq S tam üstə gəlinsin. Biraz elə aradan yazaq. S tam üstə gəlsin S yan bərabərdir 72 üstə gəlsin 48-ə. Bu da bərabər toplayanda eləyəcək 80 40 120. Yekun cavabım olacaq 120-yə. Buradan yazım yanına 120. Buranı silək. Bu arada kuba aid məncə yetəri qədər kanalda sual işləmişdik. Ümid edirəm səhv yazmarsınız. Keçək 80-ci suala. Deyir, ata ilə oğlunun yaşları fərqi 24-dür. Atanın yaşı oğlunun yaşına böldükdə natamam qismətdə 2 qalıqda 3 olarsa, oğlunun neçə yaşı var? Deməli, mən bura yazıram. Ata, bir də oğul. Oğul. Atan bunların arasında yaş fərqi 24-dürsə, onda atan tutaq ki, x yaşı varsa, oğlun neçə yaş olacaq? X minus 24 şəklində olacaq da. Yəni 24 yaş kiçik də oğlu atasından. Deyir ki, atanın yaşı oğlunun yaşına böldükdə, yəni x-i, atanın yaşı x idi da. X-i böl deyir neçə oğlun yaşını, yəni x minus 24-ə. Bölək də x minus 24-ə bölək. Deyir, bərabər düşəcək nə? 2 düşəcək. Bir də qalıqda nə qalacaq? 3 qalacaq. Elə biz burada bölmə əlamətindən tapsaq, yəni məhsul bölünəni tapanda nə edirik? Onda olacaq x bərabərdir. Böləni qismətə vurub üzərinə qalığı gələcəm. Yəni x-i vuracam. Daha doğrusu x minus 24-ü vuracam qismətə. Yəni 2-yə üzərinə də gələcəm qalıq. Bu da olacaq x bərabərdir. 2x minus 48 plus 3. Elə mənfi 48 plus 3 nə eləyəcək? Çıx 45 eləyir də. Buradan da x-i digər tərəfə adlatsam olacaq. Mənfi x bərabər mənfi 45, x də bərabər olacaq müsbət 45. Deməli, x oldu 45. İndi bizdən soruşur ki, oğlun neçə yaşı var? Oğul nə idi? X minus 24. Onda yerinə yazsaq 45 olacaq. 45 çıxılsın 24. O da bərabər eləyəcək nəyə? 21-ə. Yəni, oğlun yekun olaraq 21 yaşı olmuş oldu. Buranı təmizləyək. Sil. Və yaxud da burada ata ilə oğlun yaşından birinə x, birinə y deyib elə tapmaq olar. Amma ən yaxşı üsul budur. Deyir 81-də cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərin cəmi tək yerdə duran hədlərin cəmindən 204 vahid böyükdür. Silsilə fərqi 17 olarsa onun hədlərinin sayını tapın. Bu sualda onda biz necə yazaq? Yəni onda olacaq belə deyək ki, ümumi şəkildə yazaq da gəlin. Gəlin ümumi şəkildə yazaq. Biraz düzdür. Fərqli bir tip sualdır. Olacaq, məsələn, cüt yerdə duranlar. A2 üstə gəlsin A4, üstə gəlsin və s. Bu şəkildə gedəcək də A2K-ya. Yəni, müsbət. Bu arada biz deyək, n bərabər 2K götürməliyik. Niyə? Çünki burada cüt saydadır da. Cüt saydadır ki, cüt yerdə duranlardan tək yerdə duranlar çıxır. Yəni, n-i, yəni nömrəni, hədlərin sayını ümumən biz götürəcəyik nə? 2K şəklində. Buradan da bu deyir, cüt yerdə duranlardan, bunu biraz bu tərəfə sürüşdürək. Deyir, cüt yerdə duranlardan. Biz çıxmalıyıq nəyi? Tək yerdə duranı. Yəni, A1 üstə gəlsin, A3 üstə gəlsin və s. gedəcək. A2K minus 1 tək yerdə duranlar. Bərabər deyir, neçə alınmalıdır? 204. Burada yazıram 204-ə. Buradan isə nə edəcəyik? Buradan A1 var, daha doğrusu A2 var. A2-ni yazacağım, A1 üstə gəlsin D. Sonra A4-ü yazacağım, A3 üstə gəlsin D şəklində və s. bu şəkildə gedəcək. Və A2K-nı yazacağım. A2K-nı yazacağım. Bir dəqiqə uşaqlar, biraz səliqəli yazaq. Sürətlə yazıram. A3 üstə gələk
D, A4 elə yazdım. Üstə gələk. Dilim dolaşır. A2K-nı da yazacağım. A2K minus 1 üstə gəlsin D şəklində. Buradan da çıxacam bu ifadəni. Bu ifadənin açılışı yazılır. Olacaq A1, yəni hamısı mənfi olacaq. Çıxılsın A3 və nöqtə A2K minus 1 bərabərdir 204-ə. Buradan A1-lər gedəcək, sonra A3-lər gedəcək. Hamısı ixtisar olacaq. A2K minus 1-lər gedəcək, qalacaq D-lər. Yəni burada D-lərin sayı nə olacaq? Burada hər bir cüt həddin yanına D yazmışdıq da və onların da sayı K ilə işarə eləsək, onda olacaq K vurulsun D, yəni K sayda D var, bərabər olacaq 204-ə. Buradan da silsilə fərqi, yəni D-miz 17 olduğu üçün olacaq K vurulsun 17 bərabərdir 204. Buradan da K bərabər olacaq neçəyə? 204 17-yə bölsək 12. Deməli K oldu 12. Və biz də yekunda K-nın bu 12 qiymətini gətirib burada yazsaq, onda N bərabər olacaq 2 vurulsun 2 K-da, 2 vurulsun 12 bərabərdir. O da eləyəcək neçə? 24. Yəni yekun cavab olacaq, götürəcəyik 24-ə. Keçək növbəti sualımıza. Buranı da təmizləyək. Növbəti sualımız bu 81 idi. Aha, deyir 82 qaçış yolunun uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə ABC və DEF. Hə, 2 dənə elə bir istəsə üçbucaq var da. Hüdudlanmışdır. Deyir bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir. AB verib 160, AC 180, BC 200, DF də verib 45. Olarsa əkilmiş bütün ağacların sayını tapın. Deməli biz burada ilk öncə nə edəcəyik? AB tərəfi elə qiymətləri üstünə yazaq uşaqlar. Bura 160-dır. Sonra AC tərəfi 180-dir, BC tərəfi də 200-dür. Aha, 200 metr. İndi bir də DF verilib 45. Deməli ilk öncə nə edəcəyik? Bunlar oxşar üçbucaqdır. Niyə? Çünki bütün tərəflər bir-birinə paraleldir və bucaqlar bərabər olacaq. Onda oxşarlıqdan bu 180 tərəfi AC tərəfi ilə elə DF tərəfi nə olacaq? Oxşar olacaq. Deməli 180-i neçə dəfə kiçildiblər? Yəni 45 alıblar. 45-dir bu. Yəni 4 dəfə kiçildiblər də. Deməli oxşarlıq əmsalı, yəni K neçədir? 4. 4 dəfə azalmalıdır. Onda 160-ı 4 dəfə azaltsaq, düşəcək 40. Yəni YD olacaq nə? 40-a. Bu içərdən yazaq görsəniz. Bura 40. 200-ü də 4-ə böləndə düşəcək 50. Yəni YF də olacaq 50. Aha, deməli onda mən nə edəcəm? Ağac sayını tapanda bura qapalı ərazi olduğu üçün onda həmin perimetri elə 5 metrdən bir əkilib deyə 5-ə bölməyim mənim kifayətdir. Normalda düz yol olsaydı 5-ə bölüb üzərinə 1 əlavə eləməli idim. Amma bura qapalı olduğu üçün artıq üzərinə 1 əlavə eləməyəcəm. Çünki ilk ağac əkib sonra 5 metrdən bir əkirlər də düz sahət. Amma bu qapalı deyilcə böləcəm 5-ə perimetrlər. Onda olacaq P ABC bölünsün 5-ə. Yəni PABC-nin perimetri 180, 160 və 200-dürsə cəmi olacaq 540. Onda 5-ə bölsək düşəcək neçə? 108 ağac. Və bir də kiçik üçbucağı tapaq. Kiçik sahəni tapaq. Üçbucaq DEF. Bu Y-yə oxşamadı. DEF. Bölünsün 5-ə. Bunu da 5-ə bölməliyim. 5 metrdən biri əkilir. Buradan 40, 45 eləyəcək 85. Üzərinə də 50 gəlsəm eləyəcək 135 bölünsün 5-ə. Bu da bərabər eləyəcək 2 dəfə, 7 dəfə, 27. 27 ağac, 108 ağac. Bizdən bütün ağacların sayını soruşur. Bunları da cəmləsək olacaq 108 üstə gəlsin 27 bərabərdir. 135 alınır da. Bəli, 135. Yəni yekunda olacaq 135 ağac. Buranı təmizləyək, keçək növbəti sualımıza. Yəni burada oxşarlıqdan istifadə edib perimetrdən getdik. 80-ci sual deyir, parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə olarsa B parametrinin kiçik qiymətini tapın. Deməli biz nə edəcəyik? İlk öncə təpə nöqtəsinin koordinatlarını tapmalıyıq. Mən də demişim, təpə nöqtəsinin koordinatlarını tapanda nə edirik? X0 neçə idi? X0 bərabər düstur nə idi? Mənfi B böl 2A düsturu idi. Bunu da mən bilən yazmışıq. Mən bilən yox, mütləq ki qeyd eləmişik. İndi burada mənfi B, mənfi 6-da yerinə yazsa olacaq müsbət 6 bölünsün. A-mız da 1-dir, 2-yə düşəcək 3. Deməli X-i 3-dür. Aparıb yerinə qoyub Y0 da tapa bilərik. Onda olacaq Y0 bərabər 3-ün kvadratı 9 çıxsın 3 dəfə 6 18 üstə gəlsin B-yə. Burada da mənfi 9 alınır. Onda olacaq B çıxsın 9. Deməli təpə nöqtəsinin koordinatları buradan yazıram. X-i 3 oldu. Y-də B çıxılsın 9 oldu. İndi deyir ki, bu nöqtə ilə koordinat başlanğıcı. Koordinat başlanğıcının koordinatları 0,0-da biz bilirik. İki nöqtə arasındakı məsafə düsturu. Tətbiq etsəm, məsafə deyir nə qədərdir? 3 kök altında 5. Onda olacaq kök altında bu x1,
y1, x2, y2 şəklində yazılır. x2 çıxılsın x1, yəni 0 çıxılsın 3-ün kvadratı, üstə gəlsin. Daha doğrusu burada yerlər dəyişik olacaq. Əslində fərqi yoxdur burada. Heç bir fərqi yoxdur. Çünki kvadratda axı yekunda müsbət edir. Burada da olacaq b çıxılsın 9, çıxılsın 0. Bu da bərabərdir nəyə? 3 tam, daha doğrusu 3 kök altda 5-ə. 3 kök altda 5-ə şərtdə öz verir. Burada koordinat başlanğıcından təpə nöqtəsinə qədər məsafətdə əslində. Yekun olaraq hesablasaq, 3-dən 0 çıxsa 3 qalacaq, kvadrat 9 eləyəcək kök altında. Buradan da bunun da kvadrat bu arada yazmamışıq. Buradan 0 çıxanda elə yenə öz eləyəcək, yəni b-9-un kvadratıdır. Bu da bərabərdir 3 kök altda 5. Hər tərəf kvadratı yüksəlsək olacaq 9 üstə gəlsin b çıxılsın 9-un kvadratı bərabərdir. 3 kök altda 5, 3-ün kvadratı 9 eləyir, 5-in kvadratı da 5 eləyir. 9 dəfə 5-də 45 edəcək. Buradan da olacaq b açılışını yazmıyor. B çıxılsın 9-un kvadratı bərabər 45-dən 9 çıxanda qalacaq neçə? 36-ya. Təbii ki, biz də buradan bilirik ki, 36-ın kvadratı hər tərəfdən kök alsa, bu modulda olacaq da b-9 bərabər müsbət 6. Bizə özün götür bir dəfə mənfisi. Niyə? Çünki altında kvadratı 36 eləyir. Mənfi altında kvadratı 36 eləyir. Onda olacaq b çıxılsın 9 bərabər 6-ya, bir də b çıxılsın 9 bərabər mənfi 6-ya. Bunları da hesablasaq, burada olacaq b bərabərdir 15, bir də burada da b bərabərdir olacaq müsbət 9-dan 6 çıxanda 3. Aha, biri 15 oldu, biri 3 oldu. Bizdən də deyir ən kiçiyini tapın. B-nin ən kiçiyi nə olacaq? 3 olacaq da. Yəni b bərabər olacaq 3-ə. Açıq suallar belə deyək də, yəni samballı suallardır, uşaqlar etiraf eləyək. Yəni vaxt alıcı suallardır. Yəni heç olmasa birini asan şəkildə versəydi məncə daha gözəl olardı. Hər biri fikirləşməli, düşünməli, vaxt aparan suallardır. Hətta bunun həllini birbaşa bilən uşaq olsa belə, yəni vaxt gedir də. Deyir mərkəzi O nöqtəsində olan 84-cü sual çevirən kəskin iki vətərinin birinin uzunluğu 48 və 3 olan iki parçaya bölmüşdür. Dəqiqə, sual başa düşmədim. Mərkəzi O nöqtəsində olan çevrənin kəskin iki vətərindən birinin uzunluqları, daha doğrusu biri uzunluqları 48 və 3 sm olan iki parçaya bölmüşdür. Digəri başa düşdüm. Bilirsiniz burada nə demək istəyir? Yəni mərkəzi O nöqtəsində 2 dənə vətərimiz kəsişdirək buradan. Birinin sahə nədir? Uzunluqlar. Tutaş bura 48-dir. Onda buranı adlandıraq. Yəni bura olsun B, bura olsun A, bura olsun elə bir C nöqtəsi, bura D olsun, burada Y nöqtəsi. Yəni AC, CB 2 hissəyə bölünür. Biri olsun 48, biri olsun 3. YD ilə də, daha doğrusu bura Y. YC ilə də CD 1-in 4-ə nisbətində bölünür. Yəni bura 4x-sa, burada x. Onda biz bilirik ki, çarpaz olanda qarşı-qarşıya hasillər bir-birinə bərabər olurdu. Şükür, səsimi eşitdilər deyəsən, asan sual çaldılar. Əslində çox da asan da deyil. Olacaq x vurulsun 4x bərabərdir 3 vurulsun 48-ə. Buradan da hesablasaq olacaq x kvadratı. Hər tərəf 4-ə bölsək, burada 12 qarda. 3 vur 12, yəni 36. Buradan da x çıxır müsbət 6-ya. X müsbət 6 oldusa, bura 6, burada 24. Bizdən nə soruşur? Tap. Bu vətənin uzunluğunu tapın. Təbii ki, 24, 6 cəmd eləyəcək neçə? Yekunda 30. Doğru cavab. Keçək növbəti sualımıza. Bu asan idi. Bunu asan kimi götürə bilərik. 85-ci sual deyir, cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayı göstərilmişdir. Hər fən üzrə bir qalib olarsa, hər fən üzrə bir qalib. Fizika riyaziyyat. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. Bu tipli sual xatırlayıram. Bu tipli sual işləmişdik. Mən səhv etmirəmsə, yadıma gəldi, xatırladım, ehtimala aid. İndi deməli, mən ilk öncə burada cəmi verilib aşağıda. Deməli, y plus 3x bərabər 14 olmalıdır. Sistem tənlik kimi mən ilk öncə bunları tapacağım. Olacaq y üstə gəlsin 3x bərabərdir 14-ə. Bir də 5y üstə gəlsin x-a bərabərdir yenə 14-ə. Buradan tapsaq x-y-i. Burada hər ikisi 14-ə bərabər, bir-birinə bərabər götürməkdə olar. Və yaxud da aşağının hər tərəfini mənfi 3-ə vursam x-lar islah olsun da. Bu olacaq mənfi 15y çıxılsın 3x bərabərdir mənfi 42-yə. Bunu mənfi 3-ə vurduq. İndi birinci ilə ikincini toplasaq x-lar islah olacaq. Y ilə də mənfi 15y toplayanda eləyəcək mənfi 14y bərabər 42 ilə də mənfi 42 ilə də 14 toplasaq eləyəcək 28-ə. Yox, mənfi 28. Buradan y çıxacaq neçə? 2-yə. Y2-dirsə indi x-i tapaq.
Gətirək burada yerinə yazaq. Olacaq. Buranı silək. Y-imiz 2 idi. Olacaq 2 dəfə 5 10 üstə gəlsin x bərabərdir 14-ə. Yəni 10-un üstünə neçə gəlsin 14 eləyər? Təbii ki də 4. Yəni x-im da bərabər olacaq 4-ə. İndi x oldu 4. Onda bura olacaq 3 dəfə 4 12. Qiymətlərini yerinə yazıram. Bura 2-dir. Burada x dedik ki 4 idi. Bura ilə birbaşa yazıram 4. 2 dəfə 5. Burada olacaq 10. İndi məndən şərtdə nə soruşur? Hər bir fənn qalib olarsa, riyaziyyat fənni üzrə oğlan. Riyaziyyat fənni üzrə oğlan. Yəni riyaziyyat fənnində cəmi neçə nəfər var? 14 nəfər var da. Və bunlardan neçəsi oğlandır? İkisidir. Yəni onda olacaq P1 bərabərdir 14-də 2-yə. Yəni ümumi əlverişli halların sayı 2-dir. Ümumi hallar, mümkün halların sayısı da 14-dür. Onda bir də P2-ni tapaq. Daha doğrusu buna P riyaziyyat deyək, buna da P fizika deyək. Ümumi fizikada neçə nəfər var? 14 nəfər var yenə və bunlardan deyək qız olması ehtimalı. 14-də olacaq neçə? 10 şəklində. Burada qız deyir də. Yox, bir dəqiqə. 14-də 10 yox. Burada uşaqlar yuxarıda oğlandı, oğlan saydı. Bunu bayaq düz yazdıq. Hə, aşağıdakılar qız saydı. 14-də 2, hə, oğlan sayı, qız sayı aşağıdakılar. Yəni 4, 14-də 4. Bu da elə ixtisar aparanda nə qalır? 7-də 2 qalır da. İndi biz də ümumi ehtimallarını tapanda təbii ki, niyəcəyik. Olacaq P ümumi ehtimal bərabərdir. P riyaziyyat vurulsun P fizikiyə. Bu da bərabər olacaq 14-də 2-də elə 7-də 1 deməkdir. Elə bunu da 7-də 1 kimi yazım. 7-də 1. Olacaq 7-də 1 vurulsun 7-də 2-yə. Bu da bərabər yekunda olacaq 49-da 2 şəklində. Yəni yekun cavabı olacaq 49-da 2-yə. Belə bugünlük bu qədər idi uşaqlar. Yəni belə desək, yəni vaxt olsa yenə analiz çəkəcəm. Yəni burada açıq suallar belə biraz adamı silkələyir. Yəni belə deməyim, mən məsəl üçün rahat işləyə bilərəm, hesabladım, tapdım. Amma siz cəhətdən, siz tərəfdən baxanda bəzi suallar var ki, ola bilər sizə mane olsun. Yəni vaxt alıcı deyək də, belə desək, vaxt alıcı suallar var idi. Sonra deyirsiniz, ay müəllim, niyə çətin suallar işlədirsiniz bizə? Belə biz işlədiyimiz testlərin içərisində də oxşarlar var idi. Məsələn 9-a bölmə var idi, nə bilim falan filan, yəni var idilər. Yəni yazmaq olardı. Yenə nəticələrinizi yazarsınız sonda. Çox maraqlıdır. Mən də sizin kimi həyəcanlıyam. Ümid edirəm yaxşı yazmısınız. Nəticəniz də əla olar. Sağ olun.